Salamlayıram hər birinizi. Mən klinik psixoloq Davud Altayoğluyam və bugün danışacağım mövzu cəmiyyətimizdə baş verən kin və nifrətdən olacaq. Mən həmişə maraqlı olub ki, özəlliklə həmişə demək olar ki, xaricdə yaşamışam, amma nə zaman Azərbaycana gəlmişəm, görmüşəm ki, insanların içərisində paxıllıq, kin, nifrət və digər aqressiv göstəricilər olan onların partnyorları olublar, aksendent deyək də, aksendent hisslər olublar və mənə maraqlı olub ki, bu hisslər hardan qaynaqlanır, hardan gəlir, nəyə görə baş? Hisslərin qaynağı nədir, ailədənmi gəlir və siz də şərhlər bölümündə yazın ki, niyə görə insanlar bu qədər aqressivdirlər, bu qədər səmimiyyətsizdirlər, bu səmimiyyətsizlik hardan gəlir, niyə insanlar bir-birləri ilə normal şəkildə söhbət edə bilmirlər, diyaloq qura bilmirlər. Hər kəs bir-birinə şübhə edir, hər kəs bir-birinə nifrət edir və bunların səbəbləri nələrdir? Mən sadəcə psixoloji nöqteyi nəticədən deyə bilərəm, psixoloji nöqteyi açıdan deyə bilərəm ki, mühtəmələn uşaqlıqdan gəlir, şablon səslənsə də, çünki ailədə sevgi görməyən insanlar, öz qohum əqrəbələrin arasında sevgi görməyən insanlar, yaxınlarından sevgi görməyən insanlara bu bir növ cəngəllik həyatı kimi gəlir. Fyodor Mixayloviç Dostoyevskinin Ölü Evdən Məktublar əsəri var. Orada Fyodor Mixayloviç Dostoyevski hər kəsin qovub təpiklədiyi itə sevgi göstərir. Ona sonuncu çörəyini çıxardır, paltosundan verir. Görür ki, it doymur, digər yarısını da verir və özü bütün günü ac qalır. Və bu it heç bir zaman bir də Fyodor Mixayloviç Dostoyevskiyə yaxınlaşmır. Və vərəqi keçəndən sonra sənə belə qabaq desə jeton düşür ki, sənə çatır ki, bunun səbəbi nə idi? Çünki o it yaxşı rəftara alışmayıb və onun üçün bu normal gəlmir. Bəzən mənim belə desək, pasientlərim, danışanlarım mənə yazırlar ki, mən filan oğlanı sevirdim, onun üçün filan şey elədim, həbsxanaya düşdü, qızıllarımı satdım, gətirdim, amma mənə dəyər vermədi. Və yaxud oğlan yazır ki, mən onun üçün gecə-gündüz işləyib maaşımın yarısından çoxunu ona xərcləyirdim. O isə başqa biri ilə evləndi. Çünki və eyni zamanda tam tərsini görürəm. Məsəl çünki kim ki pis rəftar edir, o sevgi görür. Bunun səbəbi nədir? Çünki bu insanların ailədən gələn sevgi çərçivəsi budur, sevgi tablosu budur, belə deyim. Bunlar bu tablonu görüblər ki, ana-ata dalaşırlar. Bu bunlar üçün sevgi göstərişidir. Kimsə bunlar üçün yaxşılıq edir, hədiyyə alır, həbsdə olanda qızılarını satır, gətirir, oğlana verir. Deyir ki, bu loxdur da bunu istifadə eləmək lazımdır. Qaba sözləri sevmirəm, amma faktdır, yəni mən fakt dilində danışmağı sevirəm, həqiqət dilində danışmağı sevirəm. Fyodor Mixayloviç Dostoyevskinin bu Ölü Evdən Məktublar əsərindəki bu həmən it kimi. O örgəşib ki, onu təpikləsinlər, qovsunlar, nə bilim, sümüyü belə atsınlar ki, get götürməyə yaxın gəlməyə, buna bax, iyrənci it. Və onun üçün bu normaldır. Onun üçün bu situasiya, bu görünüş maksimal dərəcədə normaldır. Ona görə sevgi anlayışları da budur. İnsanlar bir-birlərinin sevgilərini aqressiya ilə göstərirlər, toksikliklə, zəhərlə göstərirlər. Və açıq-açıq da deyirlər ki, mənim sevgi göstərişim budur. Mənim məsəl üçün sevgi göstərişim sözlərdən və yaxud komplimentlərdən ibarət deyil. Mən kimisə sevirəmsə, onun üçün nə isə edirəm. Kimisə sevirəmsə, onun qayğısına qalıram, qorumağa çalışıram. Fərqi yoxdur, xanım və yaxud bəydir, dostumdur, qohumumdur, nədirsə artıq. Nə isə eləmək lazım. Yəni, söz demək də önəmlidir. Təbii ki, dəstək olmaq lazımdır. Maksimal dərəcədə insanların qəlbini qırmamaq lazımdır, amma Türklər demişkən, bizim Türklər demişkən, yapılacaq bir şey yox. Vəziyyət belədir. Bəzən olur, konfliktlər olur, insanlar bir-birlərinə mübahisələr edirlər. Amma düşünmək lazımdır ki, yəni mən məsəl üçün, yanımda deyək nə zaman idi, bir xanımla konflikt yaşamışdım. Və mən bilirəm ki, dəfələrlə ondan daha ağıllıyam, daha dünya görmüşəm, bunu dərk edirəm də. Ümid edirəm ki, o da bilir, edirdim ən azından.
bir neçə saat sonra zəng elib üzr istədim ki, qüsura baxma, əsəbi idim. Mən başa düşürəm, özümü şey kimi hiss elədim. Sanki pişik yaxınlaşıb yeməyimi götürmək istəyir, mən gedib o pişiyi məhkəməyə verirəm. Başa düşmək lazımdır ki, o səninlə qaba desə yenə də ki, eyni səviyyədə deyil, yaxşı mənada ki, yəni eyni düşüncədə deyirsiniz, o daha az dünya görüşə sahibdir, o başa düşmür nə etmək lazımdır bu məqamda və s. Və üzr istəmişdim və üzr istəmək ayıb deyil. O da üzrümü qəbul etmişdi o zamanlar. Və insanlar bir-birlərinə üzr istəməyi də şey bilirlər, nəysə anlatmağı, başa salmağı da rəva bilmirlər. Hər kəs kin qusur və buradan çıxış yolu nədir? Rəbbinizə yaxın olmalısınız. İlla ki namaz qılmaq və yaxud hansısa dini rituallar etmək önəmli deyil. Qəlbində Tanrı sevgisi saxladığınız zaman insanlara qarşı daha mərhəmətli, daha anlayışlı olmağa başlayırsınız. Uğurlar, təşəkkür edirəm izlədiyiniz üçün.